Azərbaycan dili çox zəngin dildir. Bugün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik. Müstəqil Azərbaycan dövləti. Salam, hər vaxtınız xeyir. Mən Muradova Pakizə. Filologiya fakültəsinin 2-ci kursunda təhsil alıram. Bugün sualımız bu şəkildədir. Mənim ana dilim, mənim varlığım. Siz bu barədə nə düşünürsünüz? Qısa deyərliksə, şairin sözü ilə vətənin varlığı, xalqın varlığı, sənin varlığına bağlıdır dilim. İnsanın milli kimliyinin, mədəniyyətinin, düşüncəsinin əsası hesab edirəm ki, ana dilidir. Ana dilində düşünmək və danışmaq insanın özünü ifadə etməsinin ən təbii vasitəsidir. Və ana dilimiz nəsildən nəslə keçən yaddaşımızı, adət-ənənələrimizi, milli ruhumuzu qoruyub saxlayan ən dəyərli xəzinədir. Ana dilim, keçmişim, bugünüm, gələcəyim. Hər şeyimiz ana dilimiz. Onu qorumalıyıq, yaşatmalıyıq. Mənim dilim, mənim varlığım, o deməkdir ki, mənim uşaqlığımdan bugünümə kimi ən doğma hisslər, ən yadda qalan rəvayətlər, nənəmin laylayından tutmuş, da qohum əqrabada, ailədə eşitdiyim müdrik ifadələr. Həqiqətən mən özümü bir Azərbaycanlı kimi bu dilsiz təsəvvür edirəm. Ana dilim mənim varlığımdır. Onu qorumaq kimliyimi qorumaqdır. Ana dilinə sahib çıxmaq mədəni irsimizi qorumaqla yanaşı, gələcək nəsillərə sağlam kimlik götürmək deməkdir. Düşünürəm ki, mənim ana dilim mənim milli məsuliyyətimdir. Mənim ana dilim mənim varlığımın səsidir. Mənim ana dilim mənim tariximi təsdiq edən milli kimliyimdir. Xalq ana dili günüdür. Anamızın dili, babamızın dili, nənələrimizin dili, analarımızın bizə layla dediyi, laylaların, türkülərin, ninnilərin dili, ana dili, vətən dili. Dil, bəzən sualın həqiqətən özündə bir kəsir olur. Dil nədir? Dil tarixdir, dil ədəbiyyatdır, dil təfəkkürdür, fikrin ifadəsidir. Dil ünsiyyət vasitəsidir, dil mənəm, dil dünənimdir, bugünümə ötürücülük qabiliyyəti olan vasitədir. Dil nizamidir, Füzulidir, Nəsimidir. Dil dastanlardır, bayatılardır, laylalardır. Dil nədir? Dil hər şeydir. Dil mənəm, kimliyimdir, mənliyimdir və milli kimliyin birinci atributudur, ən birinci. Dil, ana dilim, hər bir xalqın özünün dili deyirlər ki, özünə şirindir, həqiqətən elədir. Amma mən öz dilimlə fəxr edirəm, öyünürəm. Dünyada inkişaf etmiş 25 dildən biri mənim dilimdir. Mahirə Naqızının bir şeirini oxumaq istərdim. Mənim düşüncələrimdir. Siz də bundan daha fərqli düşünə bilərsiniz. Fikirlərinizi daha fərqli formada deyə bilərsiniz. Amma mənim fikrimdir bu, mənim sözlərimdir. Ana dilim. Bu dünyanın yaşı qədər tarixim var. Sonu qədər, başı qədər tarixim var. Dağı qədər, daşı qədər tarixim var. Ha başvursam, bitməz qata ana dilim. Dədəm, babam amanatı, ana dilim. Bu müqəddəsliyi qorumaq hər birimizin borcudur. Dilimizi qoruyaq, sevək və yenə sevək.